Bugün mən hə dedim. Harry makiyajını birlikdə etdik. Makiyajdan əvvəl üzümü yaxşıca nəmləndirdim və hazırlaşdırdım. Dodaqlar məndə quru olduğu üçün dodaqlarımızı da unutmuruq. Qüsurlarımızı konsilerlə bağlayırıq. Bu Reloy markasının konsileridir. Çox yaxşı örtücülüyü var. Sonra həmin markanın pudrası ilə mən göz qapaqlarını fiksasiya edirəm. Belə edəndə konsiler qırışlara yığılmır. Bu Harry olduğu üçün çox abartılı makiyaj istəmirəm. Ona görə çalışdım nude rənglərdən istifadə edim. Bu termotuşu mən çox sevirəm. Çox yaxşı uzadır və yuyanda asanlıqla isti suyla yuyulur. Bu yüngül tonal krem sanki ikinci dəridir. İşte makiyajı yenə pudra ilə fiksasiya etdim və nude dodaq boyasından istifadə etdim. Və bu cür obraz məndə alındı. Kirimcə Harry üçün sadə və şık obraz alındı. Bəs siz necə düşünürsünüz? Videoda istifadə etdiyim bütün məhsulların kodlarını, linkini hamısını paylaşacağım. Bütün kosmetik vasitələrin bir marketdəndir. 20% bonus qazanmaq üçün bir marketdə bu promo kodları istifadə etməyi unutmayın. Xoşbəxt olsunlar. Oğullu qızlı olsunlar inşallah. O qədər xoşbəxt olsunlar ki, ana ataları razı olsun. Amin, amin, amin. O. Videoda çəkirəm ki, bu səsə qulaq assınlar vaxtı gələndə. Çok ünlü gördüm. Bu günü də